EKG otaq boyu naqillərdən smart saata. Bu gün ürəyimizin elektrik qeydiyyatçısı olan elektrokardioqramma müayinəsindən danışacağam. Təsəvvür edin, 1872-ci ildə bir İngilis alimi ilk dəfə insan ürəyinin elektrik siqnallarını tutmaq üçün naqillərlə təcrübə edir. 1901-ci ildə isə William Einthoven dünyanın ilk elektrokardioqramma cihazını icad edir və bu tibbi bir inqilaba çevrilir. O vaxtlar otaq boyu cihazlarla edilən bu müayinəni indi smart saatlar belə edir. Təəccüblü deyilmi? Ürəyimizin hər döyüntüdə mikrovoltlarla danışır. Elektrokardioqramma isə onun dilini dinləyir. Ritm pozuntuları, infarkt əlamətləri, damar problemləri, hətta ürəyin yorğunluğu. Cəmi 3-5 dəqiqə ərzində bədəninizdə yapışdırılan elektrodlar vasitəsilə ürəyin bütün sirləri açılır. Lakin onu da qeyd etmək lazımdır ki, bu müayinə təkcə ürək xəstələri üçün deyil. Yüksək təzyiq, şəkərli diabet, piyələnmə, hamiləlik, hətta professional idmançı olmaq belə elektrokardioqramma müayinəsini zəruri edir. Hər cərrahiyyə əməliyyatı əvvəli uzun yola çıxmazdan qabaq ürəyini sızlasa, bu müayinədən üz çevirməyin. Ancaq bir həqiqəti də vurğulayım. EKG ürəyinizin müalicəsində ilk addımdır. Əgər təhlükə şübhəsi varsa, ekokardioqrafiya və qan testləri kimi əlavə tədqiqatlar aparılmalıdır. Unutmayın, ürək gözləmir. Ona vaxtında qulaq asmaq həyatınızı xilas edə bilər.